Salam, mən Teymur Rəhimov, 4-cü yüksəliş müsahibəsinin qalibiyəm. Hal-hazırda BP şirkətində layihə mühəndisi olaraq çalışıram. Yüksəliş müsahibəsinə qatılmağımın başlıca səbəbi özümü yoxlamaq idi və bilik və bacarıqlarımı sınaqdan keçirmək idi. Yüksəliş haqqında eşitdiyiniz ən absurd yalan. Yüksəliş haqqında belə bir səhv təsəvvür yaranıb ki, bu müsabiqədə ancaq maliyyəçilər, iqtisadçılar və hüquqşünaslar qalib gələ bilər. Bir mühəndis olaraq da onu qeyd edə bilərəm ki, həmin müsabiqədə mühəndislərin də uğur qazanmaq şansı kifayət qədər çoxdur. Yüksəliş bacarıqlarını sərgiləmək üçün əla meydandır, yoxsa hədəfə gedən yolda tramplin? Məncə yüksəliş hər ikisidir. Çünki bu həmçinin də öz bilik və bacarıqlarınızı sərgiləmək və yoxlamaq üçün mükəmməl bir platformadır və həmçinin də qalib gəldiyiniz təqdirdə sizin üçün yeni bir imkanlar açır. Müsabiqə zamanı qazandığınız bacarıqlar gündəlik işdə və şəxsi həyatda işinizə yarayırmı? Bəli, yarayır. Məncə müsabiqədə uğur qazanmaq üçün sizdən nəticə yönlü olmaq tələb olunur və həmçinin də komandada işləmə bacarığı və kommunikasiya bacarıqlarınızı yüksək səviyyədə olmalıdır.